Kızlar salam. Bugün sizə son 3-4 ayda ən çox sevdiyim məhsulları göstərəcəm. Məncə mən daimi şəkildə alardım. Bura sadəcə make-up məhsulları daxildir. İlk olaraq Kiko'nun belə bir üstən paleti. Çox gözəl palet. İkinci olaraq Physician formulanın belə bir üstən paleti var məndə. Çox gözəldir. Bunu da almağa dəyər. Qoxusu, qalıcılığı inanılmaz dərəcədə gözəl. Şiqləmdən olan Vinyl Pop Color paletlərdən Rose Sonata göstərim paleti çox gözəldir. Rənglər həqiqətən o qədər gözəldir ki, əsasda bu rənglər bu üçü çox qəşəngdir. Gündəlik make-uplar üçün əladır. Yves Saint Laurent'ın bu Lash Clash maskarası, inanın mənə, kim istifadə eləsə çox bəyənər. Çox nadir insanlar var ki, bəyənmir. Nə göz altına tökülür, nə yapış-yapış bir görüntü yaradır. Çox yuxarıya doğru qalxmış kirpiklər və həcmli kirpiklər olur. Almağa dəyər. Şiqləmdən belə bir liner. Düzdür, belə linerlər çəkilməsi daha çətin olan linerlərdir. Amma mən çox bəyənirəm. Müəyyən qədər də gördüyünüz kimi istifadə eləmişəm. Qalıcılığı, yayılmama. Son dövrlərdə istifadə etdiyim ən gözəl, ən qalıcı gellərdən biri ola bilər. Çox bəyənirəm, çox gözəldir. Keşke qaşım da yaxşı olsa, qaş daha yaxşı eləsəm. Tartın bu Maracuya Juicy Lipslərindən, plumperlarından Cream Rolli rəngidir. Bunu belə bu şəkildə istifadə edirsiniz. Çox gözəldir. Hədsiz, dodağı o qədər gözəl. Belə həqiqətən belə şişirdir qalır. Amma qalıcı deyil əlbəttə ki. Bobbi Brown'un belə bir glossu. İndə buff adlanır. Bir çox qadına yaraşacaq. Belə dodağı çox böyük göstərəcək glosslardan biridir. Mən bunu yenə alaram. Uyğun qiymətli məhsullardan Mislinin bu məhsulu Holiday Hurry. Ümumiyyətlə bu seriyadan olan məhsullar çox gözəldir. Revolution'un highlighterı. Yəni bu məhsula düşməmək əldə deyil. Mən bunu son 3-4 ayda bəyənirəm. Halbuki məndə bəlkə 2 ildir var idi. Çox gözəl parıltısı var. Hər kəsə də tövsiyə edirəm. Rare Beauty-nin bu məhsulları, bu ənlikləri, bunlar bouncy blushlar gedir. Toz blushlarındansa bunları tövsiyə edirəm. Çünki nə krem formasında deyil, nə də ki toz versiyasında deyil. Çox qəribə bir teksturası var. Yaymaq üzdə çox asan. Digərlərindənsə bunu tövsiyə edirəm. Məndəki rəngi worstdir. Yves Saint Laurent'ın ənliklərindən 93 nömrə. 44 və 93-ü çox sevirəm. 54 də məndə var təkli halda. Bir də ki paletdə olanlar var. 3 dənə ənlik. Amma mənim ən çox sevdiyim 93 nömrədir. Restless Rose. Qalıcı, çox yaxşı pigmentasiyalıdır. Kiko'nun Smart Fusion lipstiklərindən 403 nömrə. 406 nömrə. Bitdikcə alaram. Oriflame'in də dodaq balmıdır. Çox gözəl dodaqları yumuşaldır və tərkibində mint, yəni nanə yoxdur, mentol olmadığına görə dodaqları yenidən qurutmur, özündən asılı vəziyyətə gətirmir. Və Yves Saint Laurent'ın bu stick glossu. Yenidən alaram mı? Pulum çox olsa əlbəttə ki alaram, amma tövsiyə edirəm alım deyə. Yox, bundan daha yaxşıları var, amma mən rəngini bəyənirəm.